Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə 9 illik yeni test toplusu 2025-ci ildə yer alan pinqvinlər mətni izahını paylaşıram. Siz videonu saxlayıb əvvəlcə mətni oxuyursunuz, daha sonra isə sualların izahına baxırsınız. Mən vaxt itməsində pinqvinlər mətnini oxumayacağam. İndi isə birbaşa sualların izahına keçirəm. Birdə deyir ki, tünd qara hərflə verilmiş sözün qarşılığı ola bilən ifadənin işləndiyi nümunələri müəyyən edin. Biz əvvəlcə mətndən tünd qara hərflə verilmiş söz tapmalıyıq. Gəlirik, yaxınlaşdırıq, görürük ki, burada təbəqə sözü tünd qara hərflə verilmişdir. Təbəqə sözünün qarşılığı lay, qat kimi sözlər ola bilər. Yəni, bir növ onun sinonimi hesab olunur. Lay və qat deməli, bu sözlərin sinonimi, təbəqə sözünün sinonimi kimi işlənə bilər. Gəlirik, baxırıq həmin o sözün, yəni təbəqə sözünün qarşılığı olan ifadənin işləndiyi cümlələrə baxırıq. Birlikdə deyir ki, atmosferdə bozuntul toz qatı. Bəli, toz qatı. Qat, təbəqə eyni anlayış bildirir, düzdür. Alnının qırışları ilə keçdikcə dərinləşirdi. Burada təbəqə sözünün qarşılığı ola bilən söz işlənməmişdi. Ona görə kin götürmürük. Qayının bir parçası qopub yola düşmüşdü. Burada parça söz işlənmişdi. O da təbəqə sözünün qarşılığı deyil. Günəş tez-tez göründükcə buz layları, buz təbəqələri əriməyə başlamışdı. 4-ü götürə bilərik. Kvadratın tərəfləri bərabərdir. Burada da təbəqə sözünün sinonimi olan lay və qatı sözlər işlənmədiyinə görə 5-i götürmürəm. Doğru variantımız 1-4 E variantı olacaq. Gəldik ikinci tapşırığa. Fikirlərdən biri mətnin məzmununa aid deyil. Bizə mətnin məzmununa aid olmayanları istəyir. Baxırıq B variantından müdafiə olunan balaq pinqvinlər. Baxın, burada qeyd olunur ki, ana və ata pinqvin balalara birlikdə qayğı göstərir, onları qoruyurlar. Biz burada bala pinqvinlərin qorunmasından, müdafiə olunmasından danışıldığını görürük. Deməli, bu mətndə yer alıb. B variantına çıxırıq. Bizdən nə istəyirdi? Mətnin məzmununa aid olmayan. Pinqvinlərin çoxalması. Baxın, pinqvinlərin çoxalması ilə bağlı bu hissədə məlumat verilib. Pinqvinlər təkcə artım mövsümlərində yumurtlamaq üçün quruya çıxır, 2-3 yumurta yumurtlayırlar. Burada biz onların çoxalma prosesini görürük. Deməli, C variantı da mətn məzmununa aiddir. Amansız şaxtaya dözümlük. Baxırıq, burada amansız şaxta. Baxın, bədənlərini örtən sıx tüklər və dəri altındakı qalın yağ təbəqələri istilik izolyasiyası yaradır. Bu, onları Antarktidanın sərt soyuqlarından qoruyur. Deməli, amansız sərt soyuqlarından qoruyur. Deməli, burada da dözümlülüyün olduğunu biz görürük. Pinqvinlərin bədən quruluşu haqqında isə burada məlumat verilir. Kürəkləri qara və ya boz, qarın hissələri ağ nadir tüklərlə örtülüdür. Bədənin böyük hissəsini təşkil edən bu tüklər su keçirmir. Yəni, burada bir növ bədən quruluşu haqqında da məlumat verilmişdi. Lakin pinqvinlərin köç etməsi ilə bağlı biz mətndə heç bir hissəyə rast gəlmədiyimiz üçün sualımızın düzgün variantı, cavabı A variantı olacaq. 3-ə baxırıq. Mətn əsasında müəyyən etmək olar. Deməli, mətn əsasında biz nəyi müəyyən edə bilərik? Bəzi qanadlı quşların üzə bilməsini. Bəli, biz bildik ki, pinqvinlər də qanadlı quşlar hesab olunurlar və onlar dənizdə saatda 10 dəniz milli sürətlə üzə bilirlər. Bəzi qanadlı quşların üzə bilməsini biz mətn əsasında, yəni mətnə əsaslanaraq biz müəyyən edə bilirik. Deməli, 1 doğrudur. Eyni növə aid müxtəlif cinsi quşların kürt yatması. Eyni növə aid müxtəlif cinsi quşların kürt yatmasını. Bəli, bu fikir də burada var idi. Deməli, burada görürük ki, erkək və dişi pinqvin növbə ilə kürt yatır. Bunlar eyni növdən olan quş, belə deyək də, quşlarda eyni növə aiddir, lakin müxtəlif cinslidir də, yəni erkək və dişi olmaqla deyir, quşlar kürt yatırlar. Eyni növdür, yəni quş növüdür və müxtəlif cinslidir. Burada da deyir ki, eyni növə aid müxtəlif cinsi quşların kürt yatması. Bəli, var idi. Bu zəriyəndə pinqvinlərin təhlükə ilə üzləşməsi, biz mətni oxuyanda belə bir hissəyə rast gəlmirik. Yəni, bu zəriyəndə pinqvinlər təhlükə ilə rastlaşırlar, xeyr. 4-ə baxırıq. Bir canlının digər canlının yem olması. Dənizlərdəki balıq və mürəkkəb böcəyi ilə qidalanırlar. Baxın, bu fikir nəyi göstərir? Pinqvin də canlıdır, dənizlərdəki balıq və mürəkkəb böcəyi də canlıdır. Deməli, bir canlının digər canlının yem olması fikri burada öz əksini tapıb. Ona görə də sualımızın düzgün cavabı 1, 2, 4 A variantı olacaq. Uzun tüklərin hərəkətə mane olması. Burada deyir ki, pinqvinlər qanadlarında uzun tüklər olmadığına görə uça bilmirlər. Burada deyir ki, uzun tüklərin hərəkətə mane olması. Bunun uzun tükləri yoxdur axı, uzun tüklərin olmadığını. Ona görə 5-də ümumiyyətlə yanlış fikirdir. 1, 2, 4 sualın doğru variantı A variantı olacaq. 4-ə baxırıq. Mətndəki boş çərçivəyə hansı cümlə əlavə olunarsa tərkib hissənin ardıcığı pozulmaz. Baxırıq, burada məlumat verilir ki, pinqvinlər qanadlarında uzun tüklər olmadığına görə uça bilmirlər, ancaq buz üzərində çox yaxşı hərəkət edirlər. Yəni, boşluq var.
Sinələrin üzərində yataraq üzgəc qanatlarının köməyi ilə xizək kimi sürüşüb quruda bir neçə yüz kilometr məsafə qət edə bilirlər. Bir neçə yüz məsafə qət edə bilirlər. Deməli, uça bilmirlər, amma çox yaxşı hərəkət edirlər. Hətta deyir ki, xizək kimi sürüşüb quruda bir neçə yüz kilometr məsafə qət edə bilirlər. İndi bu iki cümlənin arasında nə yazıla bilər? O fikri tapacağıq. Baxırıq, Antarktidanın kral pinqvinləri gündə təxminən 140 dəfə suya girirlər. Bu mətnlə nə əlaqəsi var? Növlər bir-birindən başlarındakı tüklərin rənginə görə fərqlənir. Yəni bura yazmaq düzgün çıxmaz. Kürt olduğu dövrdə çəkilərinin yarısını itirirlər. Bu hissəyə yazılmamalıdır. Aşağıda kürt yatırlar fikri var idi aşağı hissədə. Baxın, o hissəyə yazıla bilərdi. Tükləri quş tükünə heç bənzəmir. Bura yazsam nə dəyişəcək? Amma Y-yə baxın, lazım olduğu sürətlərini 2 qat artıra bilirlər. Bəli, burada sürətdən danışır, hərəkətdən danışır. Ona görə də E variantında da deyir ki, lazım olduqda sürətlərini 2 qat artıra bilirlər. Bəli, sualımızın düzgün variantı məntiqi cəhətdən E variantı olacaq. Beşə baxırıq. Mətn əsasən yanlış fikirlərdir. Pinqvinlər yanlış fikirlər istəyir bizdən. Deyir ki, pinqvinlər dünyaya diri bala gətirirlər. Xeyr, onlar diri bala gətirmirlər. Deyir, onlar pinqvinlər təkcə artım mövsümlərdə yumurtlamaq üçün quruya çıxır, 2-3 yumurta yumurtlayırlar. Deməli, yumurta yumurtlayır. Daha sonra bala dünyaya gəlir. Amma burada deyir ki, dünyaya diri bala gətirirlər. Diri bala bilirsinizmi nə deməkdir? Biri var ki, məsələn, inək bala dünyaya gətirir, birbaşa gətirir də, düzdürmü? Bir də var ki, toyuq cücə dünyaya gətirir. Onda birinci neyini? Birinci yumurta qoyur, daha sonra yumurtadan cücə çıxır. Burada deyir ki, pinqvinlər dünyaya diri bala gətirirlər. Pinqvinlər diri gətirmir, axı birinci yumurta yumurtlayır, ondan sonra. Yəni birbaşa gətirmir, dolayı yolla gətirir. Ona görə bir yanlış fikirdir. İnsanlardan qaçmadıqları üçün daha çox ovlanırlar. Bəli, bu aşağı hissədə qeyd olunur ki, pinqvinlər insanlardan qaçmadıqları üçün yağlarından istifadə etmək istəyənlər çox miqdarda pinqvin ovlayırlar. Bunun fikrə biz rast gəlirik, deməli. 2 doğrudur. Qanatları olduğundan rahat üzə bilirlər. Qanatları olduğundan rahat üzə bilirlər. Əslində xeyr, rahat üzə bilmirlər. Çünki belə deyək də, qanatları yoxdur. Qanatları olduğundan rahat üzə bilir, üzə bilmirlər. Hətta burada qeyd olunub ki, deməli baxırıq. Deyir, pinqvinlərin quyruqları, qısa ayaqları bədənin arxasında olduğuna asanlıqla ayaq üstə dayana bilirlər. Onlar dənizdə 10 dəniz mili sürətlə üzə bilirlər. Amma burada qeyd olunub ki, qanatları olduğundan rahat üzə bilirlər. Xeyr, qanatları olduğuna görə onlar rahat üzə bilmirlər. Ona görə bu fikir yanlışdır. Yırtıcı quşlar hesab olunur. Xeyr, yırtıcı quş deyirlər. Uzun tüklərə sahib olmadıqlarına uçmaqlarına əngəl yaranır. Baxaq, deyir ki, pinqvinlərin qanatlarında uzun tüklər olmadığına görə uça bilmirlər. Ancaq buz üzərində çox yaxşı hərəkət edirlər. Uzun tüklərə sahib olmadıqlarına uçmaqlarına əngəl yaranır. Bu fikir doğru fikirdir. Yəni bu fikir doğrudur. Bizdən yanlışları istəyir. Yanlışlarımız 1, 3, 4 A variantı olacaq. Bir də deyirik, çünki dünyaya diri bala gətirmirlər. Qanatları olduğuna rahat üzə bilirlər. Xeyr, yəni qanatları olduğuna görə rahat üzmürlər. Və 4-də də qeyd olunur ki, yırtıcı quşlar hesab olunur. Xeyr, onlar yırtıcı quş növü hesab olunmurlar. 1, 3, 4 A variantı olacaq. 6-ya baxırıq. Altından xətt çəkilmiş söz hansı nümunələrin tərkibində mətndəki mənasında, yəni həqiqidirsə həqiqi, məcazsə məcazi mənada işlənmişdir. Altından xətt çəkilmiş sözü tapaq. Burada soyuq sözü. Baxaq. Cənub qütbü, Yeni Zelandiya, Avstraliya, Cənubi Amerika və soyuq ərazilərdə yaşayan pinqvinlər soyuq ərazi. Soyuq ərazi biz bilirik ki, ola bilər də həqiqi mənadadır. Biz həqiqi mənada olan sözü axtarmalıyıq. Çünki burada nə deyir? Söz hansı nümunənin tərkibində mətndəki mənasında. Yəni həqiqidirsə həqiqi, məcazsə məcazi. Bizə gördük ki, həqiqi mənadadır. Ev yəsi qonağının soyuq münasibətini gözləmirdi. Soyuq münasibət ifadəsi biz bilirik ki, məcazi mənalıdır. Bizə həqiqi lazımdır. Uşaq soyuq yeməkləri xoşlayır. Bəli, soyuq yemək ola bilər. Həqiqi məna. Otaq soyuq idi. Bəli, otaq soyuq olar. Həqiqi məna. Sözcü sərnişinlərə soyuq bir nəzər salaraq, soyuq nəzər məcazidir. Soyuq nəzər necə olsun? Hava isti olsa da idman zalı çox soyuqdur. Bəli, idman zalı soyuq ola bilər. Ona görə də sualımızın düzgün cavabı 2, 3, 5 B variantı olacaq. Keçdik növbəti suala. Roma rəqəmləri ilə nömrələnmiş hansı cümlələrdəki hadisələrin səbəbini müəyyən etmək mümkün deyil? Baxırıq, hansılarının səbəbini müəyyən etmək olmur. Aha, deyir ki, ən iriləri, baxın 1 yazılmış Rum rəqəmi. Ən iriləri imperator pinqvinləri təxminən 45 kiloqram ağırlığında olur. Amma niyə 45 kiloqram ağırlığında olur haqqında? Yəni bunun səbəbi yoxdur. Səbəbi bilinmir. Niyə 45 kiloqram ağırlığındadır?
məlumatımız yoxdur, səbəb yoxdur. 2-yə baxırıq. Kürəkləri qara və ya boz, qarın hissələri ağ nazik tüklərlə örtülüdür. Deməli, burada 2-yə baxsaq, deyir ki, kürəkləri qara və ya boz, qarın hissələri ağ nazik tüklərlə örtülüdür. Bunun səbəbi burada qeyd olunmayıb ki, niyə görəsən kürəkləri qara və ya boz, qarın hissələri ağ nazik tüklə örtülüdür. Bu haqqda məlumat, səbəbi verilməyib. Bizə səbəb lazımdır. Deməli, 1, 2 səbəbi yoxdur. 3-ə baxaq. Kürd dövründə bir şey yemirlər. Kürd dövründə bir şey yemirlər. Bunun səbəbi məlum deyil ki, yəni bunlar niyə Kürd dövründə bir şey yemirlər? Baxın, aşağıda yazıb ana və ata pingvin balalara birlikdə qayğı göstərir, onları qoruyurlar. Bu onun səbəbi deyil ha. Yəni Kürd dövründə bir şey yeməmələrinin səbəbi onun balalarına qayğı göstərməsi, onları qoruması deyil. Bu səbəb deyil. Yəni bunun Kürd dövründə bir şeylə yemirlər. Bunun səbəbi məlum deyil. Ona görə də 1, 2, 3 yazılmış hissə səbəbi olmayan hissədir. Bizdən də deyişik hadisənin səbəbini müəyyən etmək mümkün deyil. 1, 2, 3 D variantında olacaq. İndi gəlin 4-dən 5-ə baxaq. 4-də nə deyir? Əlaqədar təşkilatlar çıxarılan bəzi qanunlarla pingvinləri qorumağa çalışırlar. Baxın, bu hissənin səbəbi bilirsinizmi nədir? Çünki pingvinləri oğruyurlar. Buna görə də əlaqədar təşkilatlar qanunlarla pingvinləri qorumağa çalışırlar. Baxın, 4-ün səbəbi məlumdur. Niyə bunu eləyirlər? Çünki ovluyurdular pingvinləri. 5-də deyir ki, onları dünyanın bir çox zooparklarına uyğunlaşdırırlar. Niyə uyğunlaşdırırlar? Çünki onları qorumağa çalışırlar. Baxın, yuxarıda onun artıq səbəbi məlumdur ki, bu səbəbə görə onu qorumağa çalışdıqları üçün dünyanın bir çox zooparklarında uyğunlaşdırırlar. 4 ilə 5-in səbəbi var, amma 1, 2, 3-ün səbəbi olmadığına görə sualımızın düzgün cavabı D variantı olmuş olacaq. 8-də uşaqlar qeyd olunur ki, cədvələ əsasən mətnin tərkib hissələri ilə bağlı uyğunsuzluğu müəyyən edin. Biz bilirik ki, mətnin tərkib hissələri 3 hissədən ibarətdir. Giriş hissə, əsas hissə və nəticə. Pingvinlər mətnində, baxın, pingvinlər mətnində bu hissə giriş hissədir. Ümumi bir məlumat verilir burada. Əsas məlumatlar, baxın, bu hissələrdə verilir. Baxın, bu hissələr bu hissəyə qədər, deməli, əsas hissədir. Çünki əsas məlumatlar pingvinlərlə bağlı burada verilir. Ən son hissə ki var, burada pingvinlərin ovlanması və onların qorunması ilə bağlı qanunların qəbul olunması, bu hissə isə nəticə hissəsi hesab olunacaq. İndi görək, hardadır uyğunsuzluq. Bir də nə deyir? Pingvinlərin bədən temperaturlarını tənzimləməsi. Bəli, pingvinlərin bədən temperaturlarını tənzimləməsi əsas hissədə verilmişdir. Baxın, isti izoliyasiyası yaradır. Bu onları Antarktidanın sərt soyuqlarından qoruyur. Burada bədən temperaturlarının tənzimləmələri əsas hissəyə aiddir. Düz yazıblar. Burada problem yoxdur. Bizdən uyğunsuzluğu istəyir. Pingvinlərin yaşadığı ərazilər. Mətnin əvvəlində qeyd olunub ki, Avstraliya, Yeni Zelandiya bu kimi ərazilərdə yaşayırlar. O da əsərin giriş hissəsidir. Bu da düzdür. 2-də bir problem yoxdur. 3-ə baxırıq. Pingvinlərin nəslinin kəsilməsinin qarşısını almaq üçün görülən tədbirlər. Biz görürük ki, mətni oxuyanda pingvinlərin nəslinin kəsilməsinin qarşısını almaq üçün tədbirlər görürlər. Onları zooparklara yerləşdirirlər, qanunlar qəbul edirlər. Baxın, o hissə nəticə əsas hissədə deyil idi, nəticə hissəsində idi. Ona görə 3-ə 3 səhvdir. Yəni, bu nəticə hissəsinə aid olan fikir idi. Hətta burada da göstərək. Baxın, bu hissəyə aiddir, nəticə. Bu hissə nəticə hissəsi idi. Ona görə bu sual yanlışdır, 3 yanlışdır. Pingvinlərin çoxalması, bəli, pingvinlərin çoxalması, 3-4 yumurta qoyması əsas hissədə idi. Burada problem yoxdur. Qorunan pingvin balaları nəticə hissəsinə yazıb. Xeyr, qorunan pingvin balaları əsas hissəyə aid idi. Ona görə sualımızın doğru variantı 3-5A variantıdır. Gəlin bunu da göstərim. Baxın, burada qeyd olunur ki, ana və ata pingvin balalara birlikdə qayğı göstərir, onları qoruyurlar. Bu hissə əsas hissə olduğuna görə burada nəticə vermişdir. Ona görə 5-də səhvdir, 3-də səhvdir. A variantı. Gəldi 9-cu tapşırığa. Əvvəlin işarə qoyulmuş ifadələr əsasında cədvəli tamamlayın. Sual üçbucaq və dairə işarəsi qoyulmuş hissəni tapacağıq, sözləri tapacağıq və ifadənin qarşılığını bura yazacağıq. Baxın, imtahanda götürüb həmin bu işarələrin qabağında olan sözü bura yazmırıq. Sadəcə həmin o işarələrin qabağında olan sözün, ifadənin qarşılığını yazırıq. Və həmin o qarşılığın, bura yazacağımız qarşılığın cümləndə işlənməsini burada qeyd edəcəyik.
Baxaq görək hardadır o işarələr. Biri baxın sərt sözüdür. Sərt. Biri deməli istifadə etmək sözüdür. Baxın. Sərt sözü tapdıq. Baxın. Bu ifadənin deməli üçbucağın qarşısında olan söz sərt sözüydü. Həmin ifadənin qarşılığı nədir? Sərt sözü nə ilə əvəz edə bilərik? Sərt sözünü biz möhkəm, güclü, şiddətli, bərk, hansını istəyirsiniz istifadə edə bilərsiniz. Düzdürmü? Qarşılığı bu idi. İfadənin qarşılığını işləndiyi cümlə. İndi gəl bu ifadənin qarşılığını işləndiyi cümləni tapaq. Bir dənə bu sözlərdən bir dənə cümlə yaradaq. Misal üçün, birini götürək. Məsələn, bu gün çox şiddətli külək əsdi. Məsələn, birini mən yazdım. Bununla bağlı siz başqa cümlələrdə seçə bilərsiniz. Sırf həmin ifadənin qarşılığının işləndiyi cümlə olsun. Yəni bu sözlərin işləndiyi bir cümlə yazacağıq. Məsələn, bu gün çox şiddətli, güclü külək əsirdi. Məsələn, yaza bilərik. İndi gəldik növbəti bu hissəyə. Deməli, dairənin yanında nə idi? İstifadə etmək. İstifadə etməyin yəni həmin ifadənin qarşılığı nədir? Faydalanmaq, bəhrələnmək və s. Faydalanmaq, bəhrələnmək, xeyir götürmək bu ifadənin qarşılığı olacaq. Demək, bu hissəyə bu sözlərdən birini yazırıq və yaxud hamısını da yaza bilərsiniz. İndi həmin sözün işləndiyi, ifadənin işləndiyi cümləni gəl yazaq. Misal üçün, mən bir dənə cümlə götürürəm ki, şagirdlər müəllimin biliyindən faydalanmalıdır. Baxın, işlətdim. Faydalanmaq feilini işlətdim. Yəni cümlədə. Bu sualımızda belə. Siz başqa cümlələrdə təbii ki, götürə bilərsiniz. İstifadə edə bilərsiniz. Aha, gəldik 10-cu tapşırığa. Mətndəki və çərçivədə verilmiş məlumatlar əsasında Eyler-Venn diaqramına hər bir hissəsinə aid ən azı bir fikir yazın. Deməli, bu hissəni oxuyuruq. Dəvəquşu quşlar arasında ən böyük canlı olmaqla dünyanın bütün isti ərazilərində yaşayırlar. Deməli, dəvəquşlar isti ərazidə yaşayırlar. Dəvəquşların tükləri yumşaqdır və dərisinin hər yeri lələklərlə örtülüdür. Lələklərində qarmaqçıqlar olmadığı üçün yelpik əmələ gəlmir və buna görə uça bilmir, lakin bərk qaçırlar. İndi pinqvinlər və dəvəquşları Eyler-Venn diaqramında fərqləndirib oxşar və fərqli xüsusiyyətlərini götürəcəyik. Baxın, pinqvinlər dəvəquşlara nisbətən soyuq ərazidə yaşayırlar. Düzdürmü? Amma dəvəquşlar isti ölkədə yaşayır. Daha sonra pinqvinlər üzə bilirlər. Üzə bilir. Deməli, baxaq görək. Bunlar isə üzə bilmirlər. Yəni, buna üzməsi ilə bağlı bir məlumat yoxdur. Deməli, bunlar pinqvinlər üzə bilir. Üzə bilir. Amma deməli, dəvəquşlar isə yəni üzmə kimi üzə bilmirlər, belə deyək də. Daha sonra nə götürə bilərik? Məsələn, dəvəquşlar bərk qaçır. Bərk qaçması ilə bağlı məlumat var. Amma pinqvinlərdə belə bir xüsusiyyət yoxdur, yəni. Daha sonra ortaq hissəyə nə yaza bilərik? Deməli, pinqvinlərlə bağlı nə yazdıq? Yazdıq ki, soyuq ərazilərdə yaşayırlar, üzə bilirlər. Dəvəquşu ilə bağlı nə yazdıq? İsti ölkədə yaşayırlar, bərk qaçır, bunu nümunə göstərə bilərik. Və ən böyük quşdur. Bunu da yaza bilərik ki, ən böyük quş dəvəquşudur. Ən böyük quş. İndi ortaq nə götürə bilərik? Ortaq götürə bilərik ki, misal üçün, hansı xüsusiyyətlər onlar üçün ortaqdır? Misal üçün, ikisi də tüklüdür. İkisində tükləri var da, düzdürmü? Tüklü olmaları onlar üçün ortaqdır. Daha sonra uça bilmirlər. İkisi də uça bilmir. Yəni, uçan quşlar deyirlər. Deməli, tüklü olmaları ikisində uça bilməməsi bunlar üçün ortaq xüsusiyyət kimi götürülə bilər. Belə, bu da bizim 9 illik test toplusunda yer alan pinqvinlər mətnin izahı idi. İnşallah ki, izahımız aydın olmuşdur. Əvvəlcə onu qeyd edeyim ki, dərslərimizə qoşulmaq istəyirsinizsə, ekranda qeyd edəcəyim nömrə ilə əlaqə yarada bilərsiniz. 051 959 07 68. Adım Ayseldir. Həm Azərbaycan dili, həm də ədəbiyyatdan dərslərimiz keçirilir. Sadəcə aşağıda qeyd etdiyim nömrə ilə əlaqə yaradaraq dərslərimiz haqqında məlumat ala bilərsiniz. Sağ olun, salamat qalın.